Bu videoda mən sizə fevral inqilabı mövzusunun izahını verəcəm. Fevral inqilabı 1917-ci ilin fevral ayında baş vermişdi. İnqilabın səbəbi isə siyasi rejimi xilas etmək istəmələri idi. Çünki müharibə dövrü idi və müharibə dövrü təbii ki də əhaliyə pis təsir edirdi. Onlar da müharibəni dayandırmaq və çar rejimini devirmək istəyirdilər. İnqilab nəticəsində 1613-cü ildən 1917-ci ilə qədər mövcud olmuş Romanovlar devrilir və çar rejimi də devrilir. Çar rejimi də ilk çar olmuşdu 4-cü İvan Qrozny. Onun dövründə, yəni 1547-ci ildə yaranmışdı çar rejimi, 1917-ci ildə isə devrildi. Monarxiyaya son qoyuldu. Həmçinin Rusiyada iki hakimiyyətlik də yarandı. İki hakimiyyətlik müvəqqəti hökumət və Bakı Sovetidir. Müvəqqəti hökumət və Bakı Soveti də bir-biri ilə rəqabət aparırdılar. Müvəqqəti hökumət, deməli, əhalidə öz tərəfinə çəkmək üçün bir sıra tədbirlər həyata keçirir və bir sıra idarə orqanları da yaradır. Bakını idarə etmək üçün İTİQ, yəni İctimai Təşkilatların İcraiyyə Komitəsi və Tiflisdə isə xüsusi Cənubi Qafqaz Komitəsini yaradır. İTİQ-in rəhbəri qeyri-Azərbaycanlılar idi, təkcə Hacınski və Məmmədəmin Rəsulzadə təmsil edirdilər. Xüsusi Cənubi Qafqaz Komitəsinə isə 4-cü Dövlət Duması daxil idi və Məmməd Yusif Cəfərov təmsil edirdi. Bakı Sovetinin rəhbəri isə Stepan Şamyan olmuşdur. Müvəqqəti hökumət əhalini öz tərəfinə çəkmək üçün aşağıdakı burada göstərilən deməli qanunları verdi. İlk növbədə ayrı-seçkiliyi qadağan edən bir bəyannamə qəbul etdi və siyasi məhbuslara həmçinin amnistiyada vermişdi. Cənubi Qafqaz canişinliyini ləğv etdi. Cənubi Qafqaz canişinliyi 1905-də yaranmışdı, bərpa edilmişdi 1905-də və 1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət onu ləğv etdi. Onun yerinə isə Cənubi Qafqaz Komitəsini yaratdı. Komitədə bayaq dediyim kimi 4-cü Dövlət Duması daxil idi və Məmməd Yusif Cəfərov təmsil edirdi. Bakıda yaradılan orqan İTİQ bir sıra qanunlar qəbul edir. İlk növbədə 8 saatlıq iş gününə keçilir və fəhlələrlə sahibkarlar arasında barışıq komissiyaları imzalanmışdı. Bakı Sovetinin tərkibini isə bolşeviklər, menşeviklər, daşnaqlar və s. daxil idilər. Biz əvvəlki mövzularda milli hərəkatın mərhələlərini keçmişdik. Milli hərəkat 3 mərhələdə olmuşdu. 1875-ci il Əkinçi qəzetinin nəşri ilə milli hərəkat başlamışdı. Birinci mərhələsi 1904-cü ilə qədər davam etmişdi. İkinci mərhələ 1904-dən 1917-ci ilə qədər oldu. Üçüncü mərhələ isə fevral inqilabından sonra yarandı. Yəni 1917-dən 1918-ci ilə qədər. Və üçüncü mərhələdə 1917-ci ildən sonra milli şuralar və komitələr yaradıldı. Həmçinin əvvəllər gizli fəaliyyət göstərən partiyalar artıq açıq şəkildə fəaliyyət göstərməyə də başladılar. Bu dövrdə yeni partiyalar da yaradılır. 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli tərəfindən Gəncədə Türk Ədəmi Mərkəziyyət Partiyası yaradılır. Türk Ədəmi Mərkəziyyət Partiyası Müsəlmanlıq Partiyasından fərqli olaraq türkçülük mövqeyindən çıxış edirdi və Qeyrət Partiyası kimi federativ dövlətin yaradılmasını istəyirdi. Həmçinin müsavatla da proqramı eyni idi. Buna görə də eyni proqramdan çıxış etdikləri üçün 1917-ci ilin iyun ayında müsavatla Türk Ədəmi Mərkəziyyət Partiyası birləşir və bundan sonra Türk Ədəmi Mərkəziyyət Müsavat adlanmağa başlayır. Türk Ədəmi Mərkəziyyət Partiyasının mitinqlərdə Yaşasın Azərbaycan Muxtariyyəti şüarı səsləndirilirdi. Və bu dövrdə artıq Azərbaycan məfhumu siyasi məna kəsb etməyə başlamışdı. Müsavat Partiyasının birinci qurultayı 1917-ci ilin 25 oktyabrından 31 oktyabra qədər davam etmişdi. Müsavatın birinci qurultayında aşağıdakı tədbirlər həyata keçirilmişdi. Deyilirdi ki, federativ respublika yaradılsın, ana dili rəsmi dil olsun, torpaqlar kəndlilərə verilsin və 8 saatlıq iş gününə keçilsin. Daha sonra isə Qafqaz müsəlmanlarının Bakı qurultayı, Rusiya müsəlmanlarının Moskva qurultayı keçirilir. İlk öncə keçirilən Bakı qurultayı idi. 1917-ci ilin aprel ayında keçirilmişdi. Növbəti isə Moskva qurultayı 1917-ci ilin may ayında keçirilmişdi. Hər iki qurultay üçün oxşar cəhət o idi ki, hər ikisində ərazi muxtariyyəti tələbi var idi və Moskva qurultayında həmçinin federativ respublika qurulması da deyilmişdi.
Daha sonra isə 1917-ci il oktyabrın 25-də Petrogradda bolşeviklər tərəfindən çevriliş baş verir. Bu çevrilişin nəticəsində müvəqqəti hökumət devrilir və bolşeviklər qalib gəlir. Bolşeviklər əhalini necə çəkmişdilər öz tərəflərinə? Demişdilər ki, biz müharibəni dayandıracağıq və kəndlərə torpaq verəcəyik. Buna görə də bunun nəticəsində qalib gəlirlər. Ondan sonra artıq oktyabr çevrilişindən sonra noyabrın 2-sində bolşeviklər Bakıda da hakimiyyəti ələ keçirirlər və noyabrın 22-sində İTİQ ləğv edilir. İTİQ niyə ləğv edilir? Çünki İTİQ-i yaradan nə idi? Müvəqqəti hökumət. Müvəqqəti hökumət devrildiyi üçün artıq onun yaratdığı İTİQ də ləğv edildi. Və İTİQ ləğv edildikdən sonra artıq Bakı Sovetinin yeganə rəqibi Şəhər Duması idi. Yaxşı, bəs Şəhər Duması nə zaman yaradılmışdı? 19-cu əsrin 70-ci illərində keçirilən şəhər islahatı nəticəsində yaranmışdı. Hələ də mövcud idi. Və bu çevrilişdən sonra artıq Bakı Sovetinin yeganə rəqibi olaraq qalırdı. Rəhbəri isə Fətəlixan Xoyski olmuşdu. Müvəqqəti hökumət devrildi. Onun yaratdığı İTİQ devrildi. Xüsusi Cənubi Qafqaz Komitəsi də görür ki, müvəqqəti hökumət devrilir. Axı xüsusi Cənubi Qafqaz Komitəsində müvəqqəti hökumət yaratmışdı, elədirmi? Ona görə də o da istefaya gedir. Deyir ki, mən bolşeviklərin hakimiyyətini qəbul etmək istəmirəm. O istefaya getdikdən sonra artıq 1917-ci ilin noyabr ayında Cənubi Qafqaz Komissarlığı yaradılır. Və Cənubi Qafqaz Komissarlığı yerli özünü idarə orqanı idi. 1917-ci ildə, onun dövründə noyabr ayında Müəssislər Məclisinə seçkilər keçirilmişdi. Müəssislər Məclisinin seçkilərdə partiyalara, ən çox səslər partiyalara verilmişdi. Bu da təbii ki də bolşeviklərin xoşuna gəlməmişdi və onlarda Müəssislər Məclisinə qarşı bir nifrət yaranmışdı. Elə sonradan da onlar onsuz da Müəssislər Məclisini qovurlar. Və 1917-ci ilin dekabrında Ərzincan barışığı imzalanır. Nəyə görə? Yəni vəziyyəti yaxşılaşdırmaq üçün. Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında Ərzincan barışığı imzalandı və yaxud da sazişi. Bu sazişin şərti nədən ibarət idi? Qafqazda hərbi əməliyyatlar dayandırılmalı idi və Rus qoşunları Qafqazdan çıxarılmalı idi. Ancaq Ərzincan barışığından sonra Rus qoşunları bir müddət Bakıda ləngiməli olurlar. Səbəb müharibə dövrünün çətinlikləri, bir də bolşevik təbliğatının təsirindən idi. Cənubi Qafqaz Komissarlığı da görür ki, yəni burada ermənilərin o tədbirlərinə qarşı, ermənilərin soyqırımlarına və s. qarşı, işğallarına qarşı müdafiə tədbirləri həyata keçirməli idi. Buna görə də 1917-ci il dekabrında Müsəlman Korpusu yaradılır. Rəhbəri isə Əliağa Şıxlinski olmuşdu. Və Müsəlman Korpusunun özəyi də elə Tatar Süvari alayı idi. Tatar Süvari alayı çevrilişdən sonra Azərbaycana qayıtmışdı və o da özəyini təşkil edirdi. Həmçinin Bakıda, Gəncədə, Lənkəranda da hərbi hissələr yaradıldı. Bakıda zabit kadrları hazırlanmasına başlanıldı. Daha sonra görürlər ki, Müsəlman Korpusunun silah-sursata ehtiyacı var. Buna görə də Şəmkirdə ruslara qarşı silahlı toqquşma hazırlayırlar və Rus qoşunları orada tərk silah edilir. Bu toqquşmanın aradan qaldırılmasında Fətəlixan Xoyski, Xas Məmmədov, Rüstəmbəyovun böyük xidmətləri olmuşdu. Həmçinin Rəfibəyov da orada yaralı Rus əsgərlərinin müalicəsinə kömək göstərmişdi. Ancaq daha sonra 1917-ci ildə, hansı ki bayaq demişdik, Müəssislər Məclisinə seçkilər keçirilmişdi noyabrda və orada ən çox səs partiyalara verilmişdi. Bolşeviklər də bundan, yəni xoşlarına gəlməmişdi. Buna görə də Lenin Petrogradda Müəssislər Məclisini qovur və qovulduqdan sonra ölkədə çox qarışıqlıq yaranır. 1918-də burada deməli vətəndaş müharibəsi baş verdi. Vətəndaş müharibəsi təbii ki də Rusiyanın tərkibində olan bu Qafqaz bölgəsinə də təsir göstərdi. Və 1918-ci ilin fevral ayında Cənubi Qafqaz Komissarlığı artıq ləğv edilir. Ondan sonra isə 1918-ci il 23 fevralda Cənubi Qafqaz Seymi yaranmışdı. Seymin izahını növbəti videoda verəcəm sizə. Deməli, ümumiləşdirmə aparsaq, Cənubi Qafqazı idarə etmək üçün olanlar nələrdir? Birinci növbədə Cənubi Qafqaz canişinliyi. Birinci olan canişinlikdir.
Növbəti ikinci olan Cənubi Qafqaz Komitəsi. Komitə nə zaman yaranır? Müvəqqəti hökumət tərəfindən fevral inqilabından sonra. Üçüncü nə olur? Cənubi Qafqaz Komissarlığı. Bəs komissarlıq nə zaman yaranır? Komissarlıq da oktyabr çevrilişindən sonra yaranır, noyabr ayında. Və ən sonda isə olan Cənubi Qafqaz Seymidir. Seym artıq 1918-ci ildə yaranıbdır. Yəni bu üçü yaranıbdır 1917-ci ildə, Seym isə yaranıbdır 1918-ci ildə.